kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün yol xəritəsi Azərbaycan Respublikasının biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyası tərəfindən təsdiq olunub. Yeni Sabah bizim mediaya istinadən məlumat verir ki, yol xəritəsinə görə cari ilin 1 may tarixinə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və kommunal xidmətlər vahid informasiya sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır. Xəbərə görə bu ilin 1 dekabr tarixinə qədər abonentlərin fərdi identifikasiya nömrəsi üzrə məlumat bazasının mötəbərliliyinin 90%-ə çatdırılması, eyni zamanda abonentlərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi üzrə məlumat bazasının mötəbərliliyinin 70%-ə yüksəldilməsi və bu istiqamətlərdə görüləcək işlərlə bağlı tədbirlər planının hazırlanması və görülmüş işlərə dair rubrik hesabatın komissiyaya təqdim edilməsi nəzərdə tutulur. Qeyd olunub ki, cari ilin 1 dekabr tarixinə qədər abonent xəbər bazasında ünvan reyestr məlumatlarının tətbiqi üzrə mötəbərliliyin 90%-ə çatdırılması, müxtəlif dövlət və özəl informasiya sistemlərinin dəstəyi ilə kommunal xidmətlər abonent bazasının dürüstləşdirilməsi planlaşdırılır.